Bugün beraber senin ruhunda, şuurunda, varlığında bolluk ilə bağlı, pul ilə bağlı negatif inanclarını şəfalandıracağıq. İlk öncə səni heç kəsin narahat etməyəcəyi bir alana keç. Rahat uzan, gözlərini yum. Bu meditasiyada Allahın bizə ötürdüyü sonsuz bolluk enerjisini dadacaqsan və aktivləşdirəcəksən. Pul bir enerjidir. Bunu xatırla. Sən ilahi yaradılışsan. Bunu xatırla. Sənin hissin, sənin sözün kainat üçün qanundur. Möcüzəli səyahətimiz başlayır. Dərin nəfəs al. Nəfəs ver. Hər nəfəs alıb verdikcə beynində səslər zəifləyir. Bütün bədənin rahatlayır. Dərin nəfəs al. Nəfəs ver. Bütün bədənini hiss et və rahatla. Dərin nəfəs al. Nəfəs ver. Və bütün bədəninə yayılan ilıq rahatlamanı hiss et. Bütün bədəninin enerjisini qəlb nahiyəndə topla. Saç uclarından, əllərindən, ayaqlarından, bütün bədəninin hər tərəfindən enerjini çək və ürək nahiyəndə topla. O gözəl topu gör, gücünü gör, rəngini gör. Gör necə parlaqdır. Gör necə əzəmətlidir. Gör necə işıq saçır. İndi bu enerjini yavaş-yavaş torpağa ver. Torpağın dərinliklərində daha da təmizlənsin, balanslaşsın. Bütün negativ sənə xidmət etməyən enerjilərdən arınsın, azad olsun. Daha parlaq, daha güclü, daha möhtəşəm, daha canlı bir şəkildə, təmizlənmiş bir şəkildə gəlsin və ayaqlarından daxil olaraq bədənin boyu yüksəlsin bu enerji topu. Və bütün bədənin boyu yüksələrək başının üzərində gözəl bir işıq topuna çevrilsin. İndi isə qarşında qızılı rəngdə çox gözəl bir pilləkən əmələ gəlir. 21 pillədir. Mən sayıram, sən addım-addım o pilləkəni qalxmağa başlayırsan. 1, 2, 3, 4, 5, 6, 7, 8, getdikcə ruhun yüksəklərə qalxır. 9, 10, 11, 12, 13, özünü daha geniş hiss edirsən. 14, 15, 16, ruhunla təmasa keçirsən. 17, 18, 19, gücünü görməyə başlayırsan. 20, 21, sən artıq özün ilə bir bütövsən. Gözünün qarşısında çox gözəl bir qapı açılır. Həyatın boyu rastlaşmadığın möhtəşəm bir qapıdır. Aç o qapını. Sən çoxdandır o qapını axtarırdın. Aç. Hər yeri ağappaq nurdur, işıqdır və o işıq səni gözləyir. O işıq sənin daxilində olan işıqdır, sənin işığındır. O işıq Allahın sənə olan lütfüdür. Gir o işığın içinə.
Hiss et o enerjini. Hiss et o teması. Seninle temasını hiss et. Bu senin doğuluştan olan hakkındır. Bunu hatırla. Sen bu ışıkla balacalıktan, ana bətnindən çox tanış idin. Sonra dünya ve hayat, yalancı problemler, limitleyici inançlar seni bu ışıktan qopardı ve sen qaranlığa düşdün. Ancak sen heç vaxt tək olmamısan. Bu ışık həmişə səni gözləyib. Bunu hatırla. Işığın bütün bədəninə, bütün hüceyrələrinə dolmasına icazə ver. Bütün ruhuna dolmasına icazə ver. Gücünlə bütövləş. Özünlə bütövləş. Mümkün olmaqla, var olmaqla bütövləş. Allah'a şükürlər et. Var olduğuna göre, onun zərrəsi olduğuna göre, yaşadığın hər bir ana göre, aldığın hər bir dərsə göre şükret. Yaşadığımız hər bir vəziyyət ruhumuzun ali xeyri üçündür. Sen bunu bilirsən. Senle her bir şey razılaştırılmıştır. Hatırla. Üsyanları bırak, ağrını bırak, yetersizliği bırak, kederi bırak. Qəlbini ışığa aç. Var olmağa aç. Özünlə ve Allahla təmasa aç. Sen həmişə var olmusan. Yalancı, sənə aid olmayan nağılları bitir. Sen hiss edirsən nə yalancıdır, nə nağıldır. Sen artık özünlə bir bütövsən. Dərindən nəfəs al. Nəfəs ver. Senin o nur ışığında sənə aid olan pul kanalının var olmasına icazə ver. İndiyə qədər onu görməmisən. Amma o həmişə olub. Həmişə səni gözləyib. Çünki onun bu həyatda yeganə tapşırığı sənin istəklərini, dəyərlərini həyata keçirməkdir. O səni çoxdandır gözləyir. Yaxınlaş ona. Onun rəngini gör. Onun enerjisini hiss elə. Onun varlığını duy. Bəlkə o mötəbər bir qaladır. Bəlkə balaca bir heyvandır. Bəlkə də bir kanaldır. Bəlkə sandıqlarla dolu qızıldır. Onun necə göründüyünə bax. Pul enerjisi ilə tanış ol. Sən doğulanda sənin enerji tutumuna görə o sənə təqdim olunmuşdur. Onunla təmasa keç. Onunla tanış ol. Onu qucaqla, ona toxun. Ona indiyə qədər demək istədiklərini de. Küskünlüklərini de, qorxularını de, narahatçılıklarını de. Onunla söhbət et. Nə qədər onun üçün əziyyət çəkmisən? Nə qədər onun dalınca qaçmısan? Nə qədər onun üçün çaba göstərmisən? Nə qədər elə bilmisən ki, dünyanın mərkəzi ancaq odur. Ancaq dünyanın mərkəzi sənsən, mənim əziz ruhum. Söhbət et öz pul kanalınla. Onunla özünə şəfa aç. De, hər şeyi yaradan Allahım,
Pul ilə aramda, pul ilə münasibətlərimə şəfa açılmasını rica edirəm. Getdikcə onunla bərabər olmağına, bütünləşməyinə icazə ver. Sən bu hissi tanıyırsan. Sən bu hissi tanıyırsan. Sən bu hissi tanıyırsan. Bunu xatırla. Pulun bir enerji olduğunu dərk et. Pulun sənə aid olduğunu dərk et. Pul bir problem deyil. Səninlə bərabər yaradan bir qüvvədir. Bu fərqindəliyi dərk et. Onunla bütövləş. Onunla bütövləş. Onunla bütünləş. Bu sənin doğuluşdan olan haqqındır. Onunla bütünləş. Pul enerjinlə, pul kanalınla birləş. O enerjinin bütün həyatına, bütün ruhuna, bütün hüceyrələrinə rahat axmasına icazə ver. Rahat ol. Müharibə bitdi. Qaçaqaç bitdi. Dözülməz əzab-əziyyət bitdi. Yorğunluqlar bitdi. Pulun tam rahat həyatına daxil olmasına icazə ver. Bolluk bərəkəti, var-dövləti həyatının hər sahəsində görməyə, duymağa, hiss etməyə özünə icazə ver. Bunu xatırla. Getdikcə pul sənin həyatına daha rahat girməyə başlayacaq. Buna icazə ver. Nənələrindən, babalarından, atalarından, analarından, cəmiyyətdən, kütlədən gələn pulla bağlı yalanları, çətinlikləri ruhundan burax. 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 Qara tüstülər kimi bütün ruhundan, bədənindən, bütün hüceyrələrindən qalxsın. Yüksəlsin, Yaradanın işığında yoxa çıxsın, şəfalansın. Sən ilahi yaradılışsan. Sən Yaradanın zərrəsisən. Doğuluşdan olan haqqını geri qaytar. Pulun həyatına rahat axmasına icazə ver. Sən nə qədər icazə versən, o sənin həyatında rahat təzahür etsin. Bir o qədər sənin həyatında rahat və bolluqla təzahür edəcək. Qərar həmişə səndədir. İcazə həmişə səndədir. Bunu xatırla. Sənə indiyə qədər danışılan yalanları burax. Hamının öz həqiqəti var. Hamı öz həqiqəti ilə yaşayır. Şəxsi həqiqətinə geri dön. Digərlərinin həqiqətlərinin sənin həyatını zəhərləməsinə icazə vermə. Qərar həmişə səndədir. Seçim həmişə səndədir. Pulu qəbul etmək və ya da inkar etmək, bu seçim də hər zaman səndədir. Səndə olub və səndə olacaq. Bunu xatırla. Dərindən nəfəs al. Nəfəs ver. Bu gözəl pul enerjisi ilə bərabər olmağa, bərabər var olmağa özünə icazə ver. Günü gündən, ayı aydan, ili ildən daha çox, daha çox,
daha da çox həyatında var olmasına icazə ver. İcazə həmişə səndədir. İcazə həmişə səndədir. İcazə həmişə səndədir. Ruhuna daha dəyərli həyat yaşamağa və həyatının hər bir sahəsində bolluq və bərəkəti görməyə özünə icazə ver. Gör nə qədər ağaclar var dünyada. Gör nə qədər meyvə var dünyada. Gör nə qədər heyvan var dünyada. Heç onları saya bilərsənmi? Gör nə qədər su var dünyada. Gör nə qədər oksigen var dünyada. Gör nə qədər bolluq, bərəkət var dünyada. Heç onları saya bilərsənmi? Gör, onları saymağa çalış. Gör, saya biləcəksənmi? Bu qədər bolluğun içində necə özünü belə qıtlığa həbs edə bildin? Bütün həbsləri ləğv edirik. Bütün həbsləri ləğv edirik. Bütün həbsləri ləğv edirik. Bu andan etibarən bolluq və bərəkət içində var olmasına ruhuna icazə ver. Ruhunu bolluq və bərəkətdə azad burax. Pul kanalın ilə bir daha birləş. Vahid ol. Və günü-gündən həyatında daha rahat, daha bolluq bərəkət içində, daha sevgi dolu təzahür etməsinə icazə ver. Bolluq bərəkətin, var dövlətin həyatına daha rahat daxil olmasına icazə ver. Bu sənin doğuluşdan olan haqqındır. Yaradılış haqqını geri al. Dərindən nəfəs al. Nəfəs ver. Yeni səni qəbul et. Ruhunun yeni boyutunu qəbul et. Bolluq bərəkətlə yeni münasibətini qəbul et. Mübarəksən yeni enerjili yeni ruh. Mübarəksən Allahın yaradılışı. Mübarəksən gözəl insan. Dərin nəfəs al. Nəfəs ver. Asta-asta yeni ruhunla geri dön. Gülümsə və yeni bolluq, bərəkət dolu həyatına gözlərini aç.